Salamlar. 9-cu siniflər üçün imtahana artıq bildiyimiz kimi bir aydan da az bir zaman qalıb və sözünü həm 9, həm 11 imtahanına düşən, eləcə də bir çox məqamları əzbər tələb edən bir dərsdir. Buna görə sözünə aid maksimum şəkildə test işləməyiniz daha faydalı olar. Müəllim olaraq bunu tövsiyə edirəm. İndi isə gəlin bir neçə suala baxaq. Məsələn, burada mən sizə deməli izah edəcəm 7-ci sualı. 7-ci sualda biz ansə feili görürük. Ansə cavab vermək deməkdir. Bizim bəzi feillərimiz var ki, onlar özündən sonra to qəbul etmir. Yəni sözünü qəbul etmir. Məhz ansədə bu feillərdən olduğu üçün doğru cavab A variantı olur. Yəni heç bir sözünü olmur. Lakin bəzən bu feil, yəni həm feil, həm isim kimi olan sözlər var ki, ansədə həm cavab vermək feildir, həm də cavab isimdir. İsim kimi işləndikdə isə özündən sonra to qəbul edir. Bunu yadınızdan çıxartmayın. İndi gəlin deməli baxaq 10-cu suala. Biz 10-cu suala taksi görürük. Taksi nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi ilə biz artikel yoxdursa by işlədirik. Lakin artikel olanda in, on kimi artikellar, daha doğrusu sözü olanda biz arada artikel yazırıq. Burada isə artikelimiz yoxdur. By-da nəqliyyat vasitəsi də birbaşa artikelsiz istifadə olunur. Buna görə də doğru cavab A olacaq ki, biz bura taksi ilə çatdıq. Daha sonra left düşə bilər. Leftə diqqət edin. Left for ilə işlənir. Və bir də 14-cü sualda baxaq. Baxın, agreed. Deməli, ümumiyyətlə, bəzi feillər də var ki, iki sözünü ilə işlənir. Baxır, özündən sonra canlı isim mi gəlib, cansız isim mi gəlib. Agree about nəysə haqqında razılaşmaqdır. Agree with kimləsə razılaşmaqdır. The manager isimdir, rəhbər, direktor, canlıdır. Buna görə də with olacaq. Placed with deməli 11-lərə düşmüşdür. Bunu yadınızda saxlayın. O həm canlı, həm cansız eynidir. Bir də speak-i izah etmək istəyirəm. Yenə speak to, məsələn, his friend, onun dostu. Friend indi dostu ilə danışır. Canlıdır, yəni dost, insan bildirir. Buna görə to'dur. Lakin speak about nəyinsə haqqında danışmaq. Daha çox faydalı videolar üçün YouTube kanalıma abunə ola bilərsiniz və Instagramda məni izləyə bilərsiniz. Dərslərimlə bağlı da Instagram direktdə yaza bilərsiniz. Sağ olun.